أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ve amma ba'd. Selamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah biz Yezid ibn Muaviye'nin xilafəti vaxtı olan bəzi hadisələr toxunuruq, tarixi hadisələrə və keçən əvvəl məclislərimizdə dedik ki, burada kimisə tərəfi saxlamaq deyil, yəni haqqı üzə çıxartmaqdır. Yəni Allah Subhanahu taala bizə buyurub ki, adil ola. Fərqi yoxdur kimdir. Və ifrata və ya təfritə varmayaq. Və o hadisələri də toxunmaq nə üçün mühümdür? Ola bilsin çoxusu üçün bu cür məlumatlar təzə olsun. Çünki biz həmişə əksi eşitmişik. Xüsusən Yezdə qarşı, xüsusən Muaviyə radiyallahu anhu ona qarşı və ümumiyyətlə Əməvilərə qarşı. Bunun da səbəbi var. Səbəbləri. Və ona görə maraqlıdır o məhz Yezidin xilafəti vaxtı Hicrətin 60-dan 64-cü ilinəcən baş verən bəzi hadisələri toxunmaq. Və biz onun şəxsiyyətini toxunduq, dedik. Və indi bu saat biz bu gün istəyirik, deməli, yenə mühüm məsələdir. Mühüm məsələyə toxunaq. O da Hüseyn radiyallahu anh'ın bu etirazı ki var idi. Hüseyn radiyallahu anh'ın bu müxalifəti və ya Hüseyn radiyallahu anh'ın bu etirazı. O barədə olan rivayətlərə istəyirik toxunaq. Çünki mühümdür bu. Yəni o rivayətləri nəql edənlər barədə. Bugünkü dərsimiz budur. Və çünki biz bu hadisəni dəqiq bilməliyik ki, düzgün qiymət verək. Və bizə də məlum olan nə gəlib o barədə odur. Və sadəcə indi dərs əsnasında özünüz görəcəksiniz ki, yəni ravilərin ümumiyyətlə çoxsu Hüseynin şiyələri idi. Hüseynin şiyələri idi. Yəni onlar əsas nəql ediblər. Təbii ki, orada ifrat və xüsusən hadisəni şişirtmək və xüsusən Əməvilərə qarşı ittihamlar aydındır ki, o səbəbdən çoxdur. Və bu hadisə nə üçün toxunuruq, həmçinin mühümdür Hüseynin o hərəkatı. Onunla Əhl-i-Sünnə təkfir edirlər. Və bəziləri elə deyirlər ki, ki, sünnilər öldürüb Hüseyni. Yəni şiə məzhəbinə özlərinin şiə nisbət eləyənlər şiəliyə, əlini şiələrinə. Biz Peyğəmbərin şiələriyik. Birdən deyə bilər ki, bilirsiniz, onda siz kimsiniz? Biz Peyğəmbərin şiələri, biz sahabələrin şiələri. Aydındır, Əhl-i Beytin şiələriyik biz. Biz də şiəyik. Lakin Peyğəmbərin şiələriyik. Tərəfdar yəni. Amma Əlinin şiələri xüsusən, yəni onlar hətta biz indiyəcən biz görürük ki, ittiham olunur Əhl-i-Sünnə, hətta təkfir olunur Əhl-i-Sünnə, hətta bəzi avamlara deyir ki, siz öldürmüsünüz və s. və s. Ona görə bu hadisələri qayıtmaq, bilmək, necə olub məsələlər, səbəblərin və s. kimlər nəql edib, o da mühümdür. İndi görəcəyiz dərs əsnasında. Və nə üçün biz bu hadisəyə toxunuruq və ifrata bağlanıb məhz Hüseynin qətli? Çünki nə üçün? Hətta atası ilə müqayisə eləyəndə görürük ki, ifrata bağlanıb Hüseyn. Çünki atası ondan əfsəl idi. Əli ibn Əbi Talib radiyallahu anhu. Ömər ibn Xattabın qaynatası. O Hüseyndən əfsəl idi. Lakin Əlinin qətlinə Əlini də öldürdülər radiyallahu anhu. Yenə Hüseyn döyüşdü ölüb. Amma Əli ibn Əbi Talib isə namazda öldürdülər. Xəlifə idi, Əmir-ül Müminin. Və ona görə əksinə belə baxanda Əlinin ölümü daha təsirlidir və daha, lakin müəyyən bir hissə məhz Hüseyni götürüb. Maraqlı budur.
Və təbii ki, Hüseynin hadisəsinə görə Əməvilər ittiham olunur. Hələ indiyəcən də Əməvilər xilafəti ittiham olunur. Və bu rivayətlərə toxunanda, hansı ki bizə bu Hüseyn bu hərəkatı, onun bu çıxışı, Məkkədən Kufəyə gəlməyi və ümumiyyətlə Kərbala hadisəsini nəql edənlər, onlar barədə istəyirik toxunaq, onlar kimlər olub? Ən belə məşhurlarından biri Əbu Mixnəf. Bu Kərbala hadisəsini rivayət edənlərdən biridir. Çünki onun vaxtına yaxın idi və o hətta orada iştirak eləyənlərin bəziləri görüb. Baxmayaraq bu adam Əbu Mixnəf Hüseynin şiyələrindən idi, yəni Hüseyin tərəfdarlığı idi. Muaviyyənin şiyələrindən deyildi. Yəni Muaviyyənin tərəfdarlarından deyildi. Onda şiyə sözü belə tərəfdar kimi işlənirdi, məzhəb kimi deyildi. Məzhəb sonradan belə formalaşdı. Yoxsa şiyə sözü tərəfdar idi. Əlinin şiyələri, Muaviyyənin şiyələri, Ömərin şiyələri və s. tərəfdarları. Hüseynin şiyələri, Əbu Mixnəf Hüseynin şiyələrindən biri idi, tərəfdarlarından. Lakin buna baxmayaraq, Əhlüsünnə tarixçiləri bu ravidən götürüblər. Baxmayaraq bunu zəif görsələr də. Çünki o hadisəni çox az adam nəql edib və onlardan da ən böyüyü budur. Bu Əbu Mixnəf, bu şəxs. Hətta bəzi nəqillərində, hətta şiyələr özləri onu zəif sayıb. Yəni şiyələrə sərf eləməyən rivayətlər də nəql edib, hansı ki onların qurduğu əsaslara ziddir. Qurduğu əsaslar var şiyələrdə belə bir əsaslar, hansı ki öz kitablarında məsələn özlərinin o qurduğu mənhəcə, üsluba ziddir. Məsələn, hətta Nəhcül Bəlağa məsələn biz görürük, Nəhcül Bəlağada hətta Əli öz şiyələrindən danışır və deyir ki, Muaviyyənin şiyələrini tərifləyir. Deyir ki, mən sizin onumuzu Muaviyyənin şiyələrin biri ilə dəyişərəm. Yəni onumuzu dəyişərəm Muaviyyə şiyələri sadiq idilər ona. Amma Əlinin şiyələri ona sadiq deyildi. Çoxsu. Hətta Həsənin şiyələri. Və Əbu Mixnəf barədə istəyirik danışaq. Əbu Mixnəf, deməli, Lut ibn Yahya, ibn Said, ibn Mixnəf, ibn Səlim Əl-Əzdi. Deməli, bu hicrətin 157-ci ilində vəfat edir. 157-də. Kərbala açan olub 60-da. Hicrətin 60-cı ilində. Neçə il keçib? Təxminən 100 ilə, yəni 97 belə. 97 il. Lakin Əbu Mixnəf o Kərbalada olan bəzi şahidlərinə görmüşdü. Ona görə onun rivayətləri əsas tutulub. Baxmayaraq zəif olsa da. Çünki nəqillərdə hədis alimləri hətta bidət əlindən götürüblər. Əgər sadiq olsaydılar, xəbərlərdə, rivayətlərdə götürüblər. Ona görə hətta görürsən sənədlərdə, məsələn, elə şəxslər var ki, ravilər, məsələn, deyir ki, şiyə idi və ya nə idi. Lakin nəql ediblər, çünki sadiq olub rivayətləri nəql etməkdə. Etiqad cəhətindən yox. Və Əbu Mixnəf deməli hicrətin 157-ci ilində vəfat edib. O Kufəli idi, tarixçi idi. İraqın tarixi barədə xeyli kitablar yazıb. İraqın. Və onun da bir kitabı var, Məqtəlil Hüseyn. Hüseynin ölümü barədə. Onun bir kitabı var. Və ona görə Təbəri rahimehullah ona etimad edib. Məhz Hüseyn o Kərbala hadisələrini danışanda, o
Məkkədən Kufəyə gəlişi və s. Tabari rahimehullah istifadə edib bundan. Hətta Tabari məhz Hüseynin ölümü barədə təxminən 100 səhifədən çox yer ayırıb kitabında 100 səhifədən çox yazır. Demək olar ki, çoxsunu Əbu Mixnəfdən gətirir. Hətta Əbu Mixnəfin təxminən Tabarinin kitabında təxminən 500 nəqli var. 500 rivayəti. Və deməli Əbu Mixnəf İraqlı idi və Kufədən idi. Kufədən idi. Ona görə o, yəni oradakı olan hadisələri yaxından izləmişdi, eşitmişdi çox. Lakin buna baxmayaraq Əhlüsünnə Əbu Mixnəfi, ravini Əbu Mixnəfi zəif görür. Zəif görür. Sadəcə bəzi hadisələrdə ondan istifadə ediblər, etimad ediblər. O da hadisələrə yaxın olduğuna görə. Və məsələn, Tabari ondan istifadə edib. Məhz Hüseynin hadisələrlə bağlı. Sonra tarixçilərdə Əhlüsünnənin Bələzəri, o da həmçinin və ya İbn Əsir və ya Zəhəbi və ya məsələn İbn Kəsir və başqaları tarix kitablarını yazanda məhz Əbu Mixnəfdən yəni istifadə ediblər. Çünki ən geniş şərhi o verib. O vaxtın hadisələrindən. Və lakin təbii ki, Əbu Mixnəf mötəbər deyil, ümumən hədis rivayətində, nəqildə sadəcə necə İbn Kəsir deyir, Əbu Mixnəf barədə və qad kənə şiiyyən, şiyə idi. Yəni tərəfdar. Lakin hədisdə, hədis alimləri onu zəif görüb. Onu zəif görüb, lakin İbn Kəsir deyir ki, tarixdə hafiz idi. Yəni tarixdə güclü idi. Tarix hadisələri, xüsusən İraqın tarixi. İbn Kəsir belə vəsf edir. Sonra həmçinin İmam Tabari təbii ki, Əbu Mixnəfdən götürməyi zərurət idi. Başqa yəni o hadisələri belə təfsilatla verən demək olar ki, az ravi var. Və düzdür, İmam Tabari rahimehullah, tarixi yazanda şərt qoymamışdı ki, mən nəql edirəm burada səhihdir, yox. Tabari deyirdi ki, bu qəddibədə mən sadəcə nə eşitmişəm bu rivayətlərdən onu cəm eləmişəm kitabımda. Ona görə kitab həm səhih də ola bilər, zəif də var və uydurma da var və s. Və düzdür, Bələzəri də məsələn Əbu Mixnəfdən rivayət edəndə çox vaxt adını çəkmirdi. Məsələn, kimdənsə ondan nəql edəndə deyirdi ki, qalu, deyirlər. Adını çəkmirdi. Amma məsələn, müqayisə edəndə həmən Bələzərinin rivayəti ilə Tabaridə görürsən ki, Əbu Mixnəfin rivayətidir. Lakin biz dedik ki, qardaşlar, hətta şiyələr Əbu Mixnəfə bəziləri zəif görüblər onu da. Onlar da onu zəif görüb. Maraqlı budur. Və hətta o Əbu Mixnəfin iki kitabı var, Məqtəlül Hüseynin ölüm barədə. Hətta deyiblər ki, dəqiq deyil o, şübhəlidir ki, o yazıb. Çünki ola bilsin, orada rivayətlər var, bunların dediyi ilə düz gəlmir. Ola bilsin. Çünki Əbu Mixnəf elə rivayətlər qeyd edirik necə. Elə rivayətləri nəql edib ki, indiki şiyələrlə düz gəlmir rivayətləri, yəni mənhəcləri, üslubları, onlar nələr danışırlar, necə vəsf edirlər o hadisəni. Ona görə elə bu səbəbdən də bəziləri etiraf eləsələr də şiyələr ki, bəli o şiyə idi, lakin buna baxmayaraq onu zəif görürdülər. Məsələn, zəif görənlərdən Seyyid Həşim, o belə Hüseyni, belə adla tanınıb o, baxmayaraq şiə alimidir. Məsələn, bəzi rivayətlərə deyir ki, Əbu Mixnəfdən gələn bəzi rivayətlərə
ki, düzü bu Əbu Mixnəfin bu rivayətləri eyibdir. Eyibdir, belə rivayətləri nəql etməsi eyibdir. Eyb adlandırıb. Və deyir ki, axırda və bu şəxsi Əbu Mixnəfin həm sünnilər, həm şiyələr zəif görüblər və ehtimad eləməyiblər çox. Deməli, Seyyid Həşim Hüseyni belə adına məşhur olan Mevduat fi Əthər vəl Əxbar kitabında səhifə 215. Və həmçinin demək olar Rical-i Şia fil Mizan səhifə 152-də Abdurrahman Əz-Zər'i. Bu Əbu Mixnəf barədə rivayətlərdir qardaşlar. Yəni özünüz görürsünüz ki, ən belə məşhuru budur. Kərbəlanı nəql edən. Həmçinin ravilərdən ikinci ravi, bu da məşhurdur, Əmmər-Duhəni. Əmmər-Duhəni. Bu şəxs də məhz Hüseynin ölümü barədə, Hüseynin o hərəkatı barədə xeyli rivayətlər edib. Çünki özü də Kufəlidir. Özü də Kufəlidir bu Əmmər-Duhəni. Tabari hətta istifadə edib bundan. Bunun rivayətlərindən, xüsusən Cəməl döyüşü barədə, Nəhrivan döyüşü barədə bu ravidən rivayət edib. Və nə maraqlıdır, İmam Zəhəbi rahimehullah onu barədə deyib ki, Əl-İmam Əl-Muhaddis. İmam Muhaddis adlandırıb. Vəsf edib. İbn Həcər deyir ki, saduq. Yəni, qəbuldur, ancaq yətəşəyyə. Hərdən şiyəli olur. Yəni, qabaq şiyə sözü belə məzhəb kimi deyildi. Sadəcə Əhl-i Beytə biraz tərəfdar kimi tanıyanda deyirdilər ki, filanda təşəyyü var. Hətta bəzi əhl-i sünnə vəl-cəma alimləri var. Məsələn, bəzilərini ittiham oldum ki, fiyyət təşəyyü, yəni şiyə indiki şiyələrdən yox. Yəni, qabaqçı şiyələr seçilmirdilər namazda və s. Namazda və s. seçilmə haçan başladı? Azanda, vaxtlarda və s. Səfəvlərdən sonra. Ondan qabaq şiyələr seçilmirdi belə zahirən. Danışıqda bilinmirdi. Və ya məsələn yerlə bilinirdi ki, filan kənd, filan qəsəbə, orada şiyələrdir, yəni əlinin tərəfdarları. Hələ bilinirdi qabaq. Lakin səfəvlərdən sonra hərəkətlərdə zahirən başladılar seçilməyə. Aydındır qardaşlar. Bu da mühümdür bilməyimiz. Həmçinin deməli ravilərdən, həmçinin üçüncü məşhur ravilərdən Avanə İbn-i-Həkəm. Avanə İbn-i-Həkəm. Bu da həmçinin tarixçi olub, saduq idi və Hüseynin ölümü barədə İmam Təbəri ondan 5 dənə rivayət gətirib. Tarix Təbəridə 5 rivayət ondan gətirib. Yəni müəyyən bir yəni bilirsiniz, elə dəqiqliklə rivayətlər var ki, yəni başqa heç kəs nəql eləməyib onu. Ona görə tarixçilər götürüblər ondan. Həmçinin 4-cü ravilərdən Husayn İbn Abdurrahman Süləmi. Bu da hicrətin 136-cı ilində vəfat edib 93 yaşında. Bunun da rivayətləri var. Onun da rivayətləri var və xüsusən də o hadisədə iştirak edənlərin bəzilərini görüb. Və bu da mühüm rivayətdir. Həmçinin 5-ci ravilərdən məsələn Muhammed İbn Umar Əl-Vaqidi. Bu da məşhurdur, 207-də vəfat edib. 207-də vəfat edib. Özü bu ümumiyyətlə zəifdir. Zəifdir, Əl-Vaqidi məşhurdur, zəifdir. Və həmçinin ravilərdən demək olar Əbu Mə'şər Əs-Sündi. Nəcic İbn Abdurrahman Əs-Sündi Əl-Mədəni. Hicrətin 170-ci ilində vəfat edib. Bunun da hökmü rivayətlərdə zəifdir. Lakin bunlar hamısı o hadisələrdən danışan ravilərdir. Və s. Əsas qeyd etdiyim ravilərdir. Və lakin Hüseynin ölümü barədə müəyyən kitablar var. Çox kitablar var ki, Hüseyn ölümü barədə, hələ adı belədir, Hüseynin ölümü, Məxtəl Hüseyn. Lakin bəziləri yoxdur hal-hazırda.
Yoxdur. Məsələn, sonra müəllif burada gətirir o kimlər ki yazıb o barədə. Hətta İbn Teymiyənin bir risaləsi var. Rasul Hüseyn. Hüseynin başı. Hüseynin başı. Rasul Hüseyn. Və məlicə ki, bu gün bu ravilərə toxunduq. Çünki biz mövzuya girəndə baxmayalıq ravilər kimlər olub. Çünki bizim dinimiz əlhamdülillah rivayətləndə, nağılla yox. Nağıl danışmırıq və ya sənədsiz, ravilərsiz. Sənəd olmalıdır. Kim kimdən, kim kimdən. İndi biz, əlhamdülillah, indi gələn məclisimizdə artıq mövzumuz olacaq Hüseynin Həsən radiyallahu anh'ın Muaviyə xilafəti verməsi barədə Hüseynin mövqeyi. Həsən ki, o vaxt Muaviyə verdi xilafəti radiyallahu anhuma, Hüseynin o barədə mövqeyi. Bu da mühümdür. Mühümdür. Və inşallah gələn məclisimizə danışarıq bu barədə. Allah subhanahu teala bizə eşrif faydalardan etsin. Vəssalamu aleykum və rahmetullah və berekatuhu.